yaşlanmağın qarşısını alacaq 5 əsas faktor haqqında danışmaq istəyirəm. Birinci, hamımızın tanıdığı, dəfələrlə eşitdiyi omega 3 doymamış yağ turşusu. Hal-hazırda omega 6, omega 9 da var və inşallah tezdə omega 11 haqqında sizə geniş məlumatlarımız olacaq. İkincisi, saksantin. A vitamininin provitaminidir. Bu, yosunlarda, xərçənglərdə, bu kimi dənizlərdə, okeanlarda bidən bitkilərdən hazırlanan bir vitamin faktorudur. Üçüncüsü, D vitamini. D vitamini biz hamımız tanıyırıq nədir? Günəş şüaları altında bütün yay boyu uşaqdan böyüyə qədər hamı dərisinə D vitaminin əmələ gəlməsi üçün günəş şüası verməlidir. Dördüncüsü, melatonin. Bilirsiniz, melatonin ən gözəl vasitədir ki, o olanda hormon kimi bizim yuxumuz normallaşır. Yuxu faktoru da bu günlər ən vacib məsələdən biridir. Hamı yata bilmirəm, yuxum hərşə çəkilib deyən insanlara bu vasitəni biz təklif edirik. Beşincisi isə glutatasyondur. Bu da eyni zamanda bizim amino turşusu olan qidalarımızın tərkibində olmalıdır.